Salam, hər vaxtınız xeyirli olsun, dəyərli abituriyent izləyicilərimiz. Gülnar Mirzəyeva, Fes Akademi Tarix üzrə təlimçi. Sizlərə Rusiya ilə Reç Pospolit arasında gedən müharibənin, bağlanan müqavilənin izahını təqdim edəcəm, hansı ki, blok imtahanda düşə bilər. Daha çox situasiya sual kimi gözlənilir. 1683-cü ildə Osmanlı Viyananı mühasirəyə alır bildiyimiz kimi. Bu da nəyə səbəb olur? Avropa dövlətləri ona qarşı ittifaq qururlar. Bəs Rusiya bu ittifaqa nə vaxt qoşulur? 1686-cı ildə Reç Pospolita, yəni Polşa, Rusiyanı Osmanlıya qarşı ittifaqa cəlb etmək üçün onunla müqavilə imzalayır. Avropada Osmanlıya qarşı birliyin yaradılmasına töhfə verildi. Müqaviləyə əsasən 1686-cı ildə bağlanan müqaviləyə əsasən baxın, Rusiya Reç Pospolita münasibətləri qaydaya salındı. İki dövlət arasında düşmənçiliyə son qoyuldu. Bəs Kiyev hansı dövlətin tərkibində qalır? Təbii ki, Rusiyanın tərkibində qalacaq. Reç Pospolita Rusiyanı pravoslavların hamisi kimi tanınır. Onların dini azadlığına təminat verilir. Avropada antitürk birliyinin formalaşmasına da töhfə verilir. Bu cür maraqlı izahların davamlı olmasını istəyirsinizsə, bəyənib paylaşın, rəy bölməsində rəylərinizi gözləyirik. Uğurlar!